başladıq. Burjuva islahatları 19-cu əsrin ikinci yarısında Rusiyanın burjuva islahatları keçirməkdə məqsədi. Burjuva islahatı ümumiyyətlə nədir? Nədir burjuva islahatı məsələsi? Aha, mövzunadır burada. Deməli, şahidlər, burjuaziya sözü, burjuaziya kapitalizmə məxsus olan bir anlayışdır. Burjuaziya sözün mənası yeni şəhərli deməkdir. Yeni şəhərli. Yəni, bu adam yeni qurmuş olduğu müəssisənin sahibidir. Həmin müəssisə nədir? Manufaktura. Manufaktura. Biz bunu İngiltərə burjuva inqilabında geniş şəkildə izah edəcəyik. Sadəcə indi mövzu burjuva islahatı olduğuna görə hələ əvvəlini danışmadığımız üçün burada qısa bir giriş verirəm. Manufaktura. Manufaktura da kapitalizm quruluşunun xüsusiyyətidir. Yəni kapitalizm quruluşuna aid olan nədir? İş yeridir. Manufakturada iş əsaslanır nəyə? Muzlu əmək əsaslanır. Yəni köhnə feodal qaydalarından biz biraz əvvəl nədən danışdıq? Bəylərdən, ağalardan danışırdıq. Kəndliləri işlədirlər, onlardan vergi alırlar. Bu feodalizm quruluşudur. Buna haqqında danışmışam. Kapitalizmdə isə əsas iki dənə qrup var. Bir kapitalist. Bir də onun iş yerində çalışan muzlu işçi. Yeni bir sistem yaranmışdı artıq. 17-ci əsrdən etibarən dünyada yeni bir sistem və Azərbaycanda isə 19-cu ikinci yarısına aiddir. Xatırlayırsınız, feodal qaydalarında belə bir şey etmiş, feodalizm münasibətlərində. Azərbaycanın feodal münasibətləri 3-cü əsrdə yaranmışdı, 19-cu əsrin ikinci yarısına qədər davam eləmişdi. O cümləni xatırlayın, Sasanilər mövzusunu başlayarkən elə bir cümlə işlətmişdik, xatırlayırsınızsa. İndi burada da həmin feodalizm quruluşu yavaş-yavaş bitir, yeni kapitalizm quruluşuna keçir, yəni əvəzləyir. Bəs bunun səbəbi nədir? Rusiya 19-cu əsrin ortalarına qədər aqrar ölkə idi. Aqrar ölkə birisi kənd təsərrüfatı olan ölkədir. Yəni orada əsasən kənd təsərrüfatı üstündür. Feodal aslı münasibətlər var. Yəni manufaktura demək olar ki, çox az saydadır. Kapitalizm münasibətləri inkişaf eləməmişdir. Çünki kapitalizm münasibətlərinin inkişafına mane olan bir xüsusiyyət var. Nə var ölkədə? Ölkədə köhnə feodal qaydaların mövcud olması kapitalizmin inkişafına mane olur. Bunu yedirəm. Geniş şəkildə İngiltərə burjuva inqilabı mövzusunda deyəcəyik. Rusiyada və Azərbaycan doğru müstəmləkəsidir. Burada xatırlayırsınızsa belə bir şeydir, biraz əvvəldik. Dövlət kəndləri Rusiyadan fərqli olaraq Azərbaycanda dövlət kəndləri üçün heç bir qanun yox idi. Yəni 47-ci il kəndli islahatı, sahibkar kəndli sayılıb edilmişdi. Əkib becərisini istifadə edirsən. Amma bu qanun dövlət kəndlilərinə aid edilməmişdi. Onlar hələ də feodallardan, onlar hələ də dövlətin tabeliyində idi. Onlara vergi ödəmək, vergi mükəlləfiyyəti yerinə yetirməyə davam edirdi və dövlət kəndlisi üçün heç bir müsbət addım atılmamışdı burada. Aydındır. Bu səbəbdən də Azərbaycanda deyir, kəndlilərin vəziyyəti daha da nə idi? Ağır idi. Sonra Rusiyanın islahat keçirməkdə məqsədi nə idi? Rusiyanın islahat keçirməkdə məqsədi nə idi? O, geriliyini aradan qaldırmağa çalışırdı. Hansı geriliyini? Axı, yanındakı bütün Avropa dövlətləri hamısı kapitalizmə keçmişdilər. Rusiya isə köhnə feodal qaydalarını davam edirdi. Hətta ortada 2 əsr fərq var. Digər Avropa dövlətləri 17-18-ci əsrlərə keçmiş. Rusiya 19-cu əsrlə köhnə qaydalarla davam edir. Rusiyanın bu geriliyini ortaya çıxartmışdı nə? Krım müharibəsi. Krım müharibəsi ümumi tarixdən keçəcək. 1853-56. Rusiya ilə Osmanlılar arasında baş vermişdi Krım müharibəsi və Avropa dövlətləri, İngiltərə, Fransa və Sardiniya krallığı da Osmanlıya köməklik etmişdi. Onun müttəfiqi idilər. Və burada Rusiyanın nə qədər geri olduğu ortaya çıxmışdı. Bu geriliyi aradan qaldırmaq üçün Rusiya nə edirdi? İslahat keçirməli idi, dəyişiklik etməli idi. Yəni özünü müasir dövrə uyğunlaşdırmalıdır. Bu birinci. İkinci bir şey nədir? Rusiya müstəmləkələrini istismar edir. Rusiyanın müstəmləkələri də özündən 5 betər daha ağır vəziyyətləri və geri qalırdı. Ona görə də Rusiya daha yaxşı gəlir əldə etmək üçün,
və daha çox istismar edə bilmək üçün, daha çox sərvət toplaya bilməsi üçün müstəmləkələrini də oradakı quruluşu da dəyişdirməlidir. Özünə uyğun formada dəyişiklik aparmalıdır. Oradakı münasibətləri dəyişdirməlidir ki, oranı daha yaxşı istismar edə bilsin, daha çox sərvət əldə edə bilsin. Bu səbəbdən də Rusiya nə etməlidir? Həm özündə, həm Rusiya arasında, həm də müstəmləkələrində feodal qaydalarını kapitalizm qaydaları ilə əvəz etməlidir, dəyişdirməlidir. Deyir ki, burada burjuva islahatı keçirməkdə məqsədi nə idi? Ölkədə sosial partlayışın qarşısını alsın, yəni narazılıqların qarşısını almağa çalışırdı. Rusiyanı aqrar ölkədən sənaye ölkəsinə çevirmək. Biraz əvvəl yuxarı demişdik burada. Aqrar ölkə məsələsi. Baxın, burada demişdik. Yəni kənd təsərrüfatı ölkəsi idi. Və onu sənaye ölkəsinə çevirməyə çalışırdı. Feodal təhkimli cəmiyyətini burjuva cəmiyyəti ilə əvəz etməyə çalışırdı. Və bu şəkildə də inkişaf etməyə çalışırdı Rusiya. İstəyir ki, ölkəsini neyləsin? İnkişaf etdirsin. Baxaq. Bunun üçün ilk addımımız nədir? İlk addımımız kənd cəmiyyəti haqqında qanun. Nədir kənd cəmiyyəti haqqında qanun mahiyyəti? Kənd cəmiyyəti haqqında qanun. İndi baxaraq kənd cəmiyyətinə gələnə qədər görək hansı tədbirlər görür Rusiya. İkinci Aleksandrın dövründə, hakimiyyət dövründə 1861-ci ildə Rusiyada təhkimçilik ləğv edildi. Axı biz belə bir şey demişdik. Azərbaycanın təhkimçiliyi yox idi digər Avropa dövlətlərinə nisbətən. Rusiyanın özündə isə təhkimçilik vardı. Hətta Rusiyada manufakturalar yaranarkən, yarandığı dövrdə, bundan daha əvvəl yaranarkən, hardasa 19-cu əsrin əvvəllərində Rusiyada manufakturaların da geniş istifadə olunurdu. Amma onun özünə məxsus bir xüsusiyyəti nə idi? Burada təhkimi kəndləməndən istifadə olunurdu. Yəni azad insandan istifadə edilmirdi. Manufakturun özəlliyi nə idi? Onun sahibi olmalıdır mülkədar, sahibkar. Bir də orada işləyən azad insanlar. Amma Rusiyada isə tam tərsi ibarət idi. Amma bu təhkimi kəndinin əməyindən istifadə olunması Rusiyada kapitalizmin inkişafına mane olurdu. Bu səbəbdən də Rusiya özündə 1861-ci il təhkimçiliyi ləğv elədi. Azərbaycanda isə bu islahatı gecikdirdi. Səbəbi nə idi? Bunun üçün belə bir şey deyir ki, Azərbaycanda hələ bu islah üçün hələ bir şərait yetişməyibdir, şərait hazır deyil. İkinci məsələ isə Azərbaycanda kəndlərin təhkimli olmaması idi. Bunu bəhanə gətirirdi. Amma bildiyimiz kimi bizdə təhkimçilik olmasa da belə nə var idi? İcbari əməkdən istifadə olunur. Kəndləri məcburi şəkildə nə edirdilər? İşlədirdilər orada. Və ən sonunda Rusiya nə edir? Bu islahatı Azərbaycanda da keçirməyə məcbur qalmışdı. Niyə görə? Çünki nəticədə müstəmləkə iqtisadiyyatına uyğun, yəni müstəmləkəsinin iqtisadiyyatında da öz ölkəsinin iqtisadiyyatına uyğunlaşdırmalıdır. Biraz əvvəl dediyim kimi, hər tərəfli inkişaf etdirməli ki, daha çox orada neynəsin? Gəlir gələ bilsin və yüksəlişə nail olmağa çalışırdı. İlk addımı nə oldu? Azərbaycan 1864-cü ildə Balaxanı neft mədənlərində kəndlilərin icbari əməyi, yəni məcburi əməyi ləğv edildi. Eyni zamanda 68-ci ildə Naxçıvanda duz mədənlərində icbari əmək ləğv edilmiş oldu. Yəni kəndlər artıq məcburi şəkildə işlədirmirlər. Onlar və 1865-ci ildə kənd cəmiyyəti haqqında qanun verildi. Baxaq görə kənd cəmiyyətinin mahiyyəti nədir? Çalışaq burada məsələnin mahiyyətini başa düşək. 1865-ci il kənd cəmiyyətinin ictimai idarəsi haqqında əsasnaməyə görə bəylərin kəndli üzərində polis məhkəmə hüququ ləğv edildi. Bu birinci addımdır. Bəylərin kəndli üzərində polis məhkəmə hüququ ləğv edildi. Bu qanun nə vaxt verilmişdi? 46 reskriptdə, bir də 47 kəndli islahatında var idi. İndi bu qanun ləğv edildi. Seçkili hakimiyyət orqanlarının kənd idarəsi yaradıldı. Yəni o deməkdir ki, kəndi idarə edənlər, idarə edən bir cəmiyyət yaradıldı, kənd idarəsi və bu idarədə iştirak edənlər kənd əhalisi tərəfindən seçilərək gəlirdi. Artıq filan bəy, filan ağa gəlsin idarəsini deyil. Kəndlilər özü seçirdi rəhbərlərini. Yəni bu müsbət cəhətdir. Bəs əsasnamənin məhdud cəhəti nə idi? Deyir ki, torpaqlar yenə də bəy və ağaların mülkiyyətində qalırdı. Bəy və ağaların polis məhkəmə hüququnu ləğv elədilər burada. Amma yenə də bəy və ağaları özündən razı salmaq üçün, onları küstürməmək üçün nə edilər? Onların torpaqlar yenə də bəylərin ixtiyarında qalırdı. Vergilərin miqdarı isə dəyişməz qalırdı. Əvvəllər hansı vergilər var isə, nə formada ödəniş var isə, indi yenə də onu ödəməyə davam edirdilər. Və nəticədə
bəylərin kənd idarəsinə təsiri eyni zamanda kəndlilər üzərindəki hakimiyyəti nə oldu? Xeyli azalmış oldu. Yəni kəndliləri artıq bir təbəqə olaraq nə edirlər? Ortaya çıxartmağa çalışırlar. Bu müsbət addım idi. Baxın, Azərbaycanda kəndli islahatını həyata keçirmək üçün görülən tədbirlərdən biri Cənubi Qafqaz Mərz Palatası yaradıldı. Mərz Palatası nədir? Mərz Palatası şahirdlər, bəylərə və kəndlərə ayrılacaq torpaqların sahəsini müəyyənləşdirmək üçün qurulan bir cəmiyyət, təşkilatdır, Mərz Palatası. Mərz ərazi deməkdir. Mərz, bağ, bostan və s. bununla bağlı olan sərhəd, ərazi deməkdir. Bu birinci addımdır. Sonra sərhədlər müəyyənləşdirilir. Bəylərə və kəndlərə veriləcək torpaqların sərhədləri müəyyənləşdirildi. İkinci, Tiflis, Bakı, İrəvan və Şuşada bəy komissiyaları müəyyənləşdirildi ki, bu da ikinci məsələ idi. Yəni, nə qədər bəy var, bəy və onun ailəsi var ki, onlara ayrıca torpaq sahəsi müəyyənləşdirilsin. Bu sahədə, yəni bu yöndə atılan ikinci addımda bəy komissiyaları olmasıdır ki, bəylərin sayı müəyyənləşdirilmiş olsun. İndi bunları həyata keçirdikdən sonra Mərz Palatası və bəy komissiyaları qurulduqdan sonra Rusiya keçir nəyə? 1870-ci il əsasnaməsi. 1870-ci kəndli əsasnaməsi. 1870 mayın 14-də qərar verildi. Kəndli islahatı keçirilməsi haqqında əsasnamə. Əsasnamədə əsas 3 dənə məsələmiz vardı. Birinci, kəndlilərin feodal asılılığından azad olunması. Məsələyə diqqətlə baxın. Kəndlinin feodal asılılığından azad olması. Azad olması. Bunun mahiyyəti nədir? Kəndli artıq əvvəldə biz nə deyirdik? Feodalın tabeliyindədir. Ona tabi olmalıdır. Ona vergi ödəməkdir. 47-ci il məsələsində vergilər vardı, malcəhət və digər vergilər. Amma indi nə deyir? Kəndli feodalın tabeliyindən azad oldu. Kəndli artıq sərbəst bir adamdır, azad insandır. İkinci məsələmiz torpaqdır. Üçüncü isə vergi mükəlləfiyyət. Bu xatırlayırsınızsa bu 47-ci islahatında da var idi. Torpaq vergi mükəlləfiyyətlər. İndi bunu bir-bir aşağıdakı maddələrinə baxırıq. 70-ci il kəndli islahatının kəndli əsasnaməsinin mahiyyəti nədən ibarətdir? 1. Sahibkar kəndlilərinin feodal asılılığından azad olunması. Yəni sahibkar, yenə də baxın, diqqətli olun. Baxın, altına xətt çəkirəm. Sahibkar kəndlisinə aiddir. Bu dairəyə aldım. Dövlət kəndlisimiz adını çəkmirik. Sahibkar kəndlilərinə aiddir. 47 islahatı da, 70 islahatı da. Sahibkar kəndliləri feodal asılılığına son qoyuldu. İkinci, deməli, onlara verilən üzüm bağları, biçənlik və digər sahələr daimi istifadələrinə verilsə də, onların şəxsi mülkiyyətinə çevrilmirdi. Şəxsi mülkiyyətə çevrilə bilərdi nə? İndi baxırıq. Hər bir kəndliyə, 15 yaş çatmış hər bir kəndliyə dövlət 5 desyatin torpaq sahəsi ayırır. 5 desyatin çox olmaz. 5 desyatin torpaq sahəsi ayrılırdı. Kəndli həmin torpağı, baxın nə deyir? Ödənc verərək, alaraq şəxsi mülkiyyətinə çevirə bilərdi. Baxın, 47-də belə bir şey deyirdi. Dövlət sahibkar kəndlilərinə 5 desyatin torpaq sahəsi ayırır. Orada işləsin, əksin, becərsin və sahibkarına vergi ödəsin. Amma burada nə deyir? Kəndli ona ayrılan 5 desyatin torpağı nə edirdi? Satın alıb şəxsi mülkiyyətinə çevirə bilərdi. Yəni 5 desyatin torpaq ayrılırdı. Kəndli bunun üçün nə edirdi? Torpağın pulunu sahibkara ödəyirdi və torpağı satın alıb özü sahibkara çevrilirdi. Özü artıq mülk sahibi olurdu. Şəxsi mülkü olurdu həmin 5 desyatın onun. Ayrılan torpaq əgər 5 desyatından çox olardısa, onun artıq hissəsi kəsilirdi, sahibkara qaytarılırdı. 5-dən az olardısa, onu 5-ə tamamlamırdılar. Bu onun çatışmayan cəhəti idi. Kəndli öz pay torpağını satın alıb mülkiyyətinə keçirmək ixtiyarına sahib idi. Bəli, istədiyi vaxt oradan köçüb gedə də bilərdi. Yəni, bu, ən mühüm səbəb nəticələrdən biridir. 70-ci əsasnaməsinin kəndli 5 desyatın torpağı ayırıb şəxsi mülkiyyətinə çevirə bilərdi. O müsbət cəhətdir. Ümumi əkinə yararlı torpaqların 1/3 yenə də kimin ixtiyarında qalırdı? Sahibkarın ixtiyarında qalırdı. Bu sahibkarları
küstürməmək üçün yenə də onlara verilən bir güzəştdir. 70-ci islahatının biri nədir? BR ləğv edildi. Axı 47-ci də demişdik ki, hər bir kəndli müəyyən vaxtları BR-a çıxmalı idi. Düzdür? Günlərin sayını göstərir ki, BR-a getməlidir. Amma indi nə deyir? BR ləğv edildi və bir dəfəlik pul ödənişi ilə əvəz olundu. Kəndli bir dəfəlik pul ödənişi verir və BR-dan canını qurtarmış olur. Yəni kəndli tamamilə nə olurdu şahidlər bununla da? Azad olurdu. Məsələnin mahiyyətinə varmağa çalışar. 1870-ci əsasnaməsi kəndli ilə sahibkar arasındakı asılılığı tamamilə neyirdi? Yəni aradan qaldırır. Çünki baxın yuxarıda nə deyir? Birinci məsələ, kəndlinin feodal tabeliyinin asılılığından azad edilməsi. Məsələ bu ki, kəndli azad bir şəxsiyyətə çevrilsin. Məsələnin mahiyyəti bundan ibarət idi. Və artıq kəndli məcburi olaraq bir yara getmirdi. Sahibkar üçün heç bir yer yerinə yetirmirdi. Aydındır? Keçdik, bura lazım deyil, baxmırıq bura. 1870-ci əsas islahatının nəticələri. Kəndlilər mülkədara və dövlətə vergi verməklə davam etdilər. Səbəb, indi səbəbini deyəcəyik. İndi burada baxacaq, deyəcəm səbəbini. Nəticələr deyim, sonra bunun səbəbini açıqlayacağam. Kəndlilər müvəqqəti mükəlləfiyyətli vəziyyətə düşdülər. Kənddə sosial təbəqələşmə gücləndi. İndi belə deyək, başdan izah edirəm. Kəndli vergi verməyə davam edirdi. Niyə şagirdlər? Çünki burada nə demişdik? 5 desiyatin torpaq verilir. Və kəndli nə edə bilərdi? Həmin 5 desiyatin torpağı satın alıb şəxsi mülkiyyətinə çevirə bilərdi. Amma və lakin dövlət bunun üçün kəndliyə heç bir pul vermir, heç bir köməklik eləmirdi. Ancaq kiminsə əlində, baduşkasının altında, yastığın altında pul yığıb qalıbsa, əvvəlcədən müəyyən qədər pulu varsa, ehtiyatı varsa, nə edirdi? O pulu verirdi və 5 desiyyatını alıb şəxsi mülkiyyətə çevirə bilirdi. Kimlər ki, ala bilmirdisə, həmin torpağı ala bilmirdisə, satın ala bilmirdisə, həmin torpaqlar yenə də feodalın, yəni bəylərin himayəsində qalırdı. Kəndli yenə də feodala, yəni bəy və ağalara vergi ödəməyə davam edirdilər. Ta ki, nə vaxtsa o torpağın pulunu verəcək, onu şəxsi mülkiyyətə çevirəcək. Həmin vaxta qədər kəndli yenə də bəy və ağalara vergi ödəməyə və mükəlləfiyyət yerinə yetirməyə davam edirdi. Bu səbəbdən də deyirik ki, kəndlilər müvəqqəti mükəlləfiyyətli vəziyyətdə qaldılar. Çünki onların çoxsu, kəndlilərin çoxsu, onlara ayrılan 5 hektarlıq, 5 desiyatin torpağın pulunu verib öz şəxsi torpaqlarına çevirə bilməmişdilər. Aydın oldu mu? İndi gəlir və deyir ki, kənddə sosial təbəqələşmə gücləndi. Niyə görə? Çünki axı dedik ki, bəzi qrup kəndlilər, bəzi qrup pulu olan kəndlilər nə edə bilirdilər? Onlar pulunu verirdilər və 5 desiyatin torpağı alıb özəlləşdirirdilər, şəxsi mülkiyyətə çevirə bilirdilər. Və həmin kəndlər adlanırdı qolçomaqlar. Qolçomaq nə deməkdir? Yəni mülk sahibi, torpaq sahibi olan kəndlilərdir. Qolçomaq varlı kəndlidir. Varlı kəndli. Qolçomaqlar varlı kəndlilərdir. Aydın, yəni sonradan varlaşmış kəndlilər. Çünki 5 desiyatını ala bilirdilər. Bəziləri varlı kəndliyə çevrildi. Bəziləri isə az torpaqlı və ya torpaqsız olaraq qaldılar. Qolçomaqlar bəzən nə edirdilər? Öz torpaqlarına bərabər qonşusundakı kəndlinin də 5 desiyatını ala bilirdilər. Çünki onun varı var, əlində pulu vardı. Qonşunun torpağını da alırdı, özəlləşdirirdi və həmin kəndlini öz torpağında muzlu işçi olaraq, adi normal işçi olaraq, fəhli olaraq işlədirdi. Bu şəkildə bəzi qrup kəndlilər varlandı, qolçomaqlara çevrildi. Bəziləri isə pulsuz kəndli olaraq qalmağa davam edirdi. Elə bil ki, əvvəlki qaydada kimi torpaq bəy və ağaların ixtiyarına qalardı, çünki ala bilmişdi həmin kəndlilər onu və həmin bəy və ağalara mükəlləfiyyət və vergi ödəməyə davam edirdilər. Aydın oldu mu? Və kənddə dedi ki, sosial narazılıqlar daha da neynədir? Artmışdı bu məsələdə. İndi 70-ci islahatın ən əsas cəhəti edir ki, feodal asılılığın kəndlilər feodal asılılığından azad olunmuşdur. Dövlət belə bir ixtiyar verir ki, kəndli feodalın tabeliyindən artıq azad olunsun deyirdi. Amma yenə dediyim kimi, kəndli tam bu asılılıqdan azad ola bilmirdi. Çünki ona verilən 5 desiyatın torpağı ala bilmirdi bəzi kəndlilər. Bir, əlində pulu yox idi. 2, Rusiya bizə köməklik eləmirdi. Və üçüncü məsələ isə, 3 dənə məsələ vardı. Üçüncü məsələ isə
Rusiyanın özündə bu qanun çıxarkən hər desiyyətinə görə ayrılan pulun, tutaq ki, belə biz öz loru dildə desək, kəndli 1 hektara görə ödəməlidir Rusiyada 50 manat. Amma Azərbaycanda verirdi ona 200 manat, 300 manat. Rusiyadakindən qat-qat artıq idi. Bu səbəbdən də Azərbaycanın kəndlinin ona gücü çatmırdı. Deməli, 3 dənə səbəb var. Bir, Rusiyada, Azərbaycanda kəndliyə yardım edilmirdi, dövlət pul ayırmırdı. Sonra hər desiyyətinə görə ayrılan torpağın pulu Rusiyadakı nisbətən daha da nə idi? Çox idi. Aydındır. Bu səbəbdən Azərbaycandakı kəndlilər hələ də sahibkarlarına vergi ödəməyə davam edirdilər və bunlar adlanırdı Rusiyada müvəqqəti mükəlləfiyyət kəndli. Rusiyanın özündə müvəqqəti mükəlləfiyyətli kəndli 1881-ci ildə ləğv edildi bu vəziyyət. Azərbaycanda isə 1912-13-ə qədər bu vəziyyət nə etmişdi? Davam etmişdi. Çünki 1912-13-cü ildə qanun verəcəkdi Rusiya. Həmin torpaqlar məcburi şəkildə satın alınmalı idi və bunun üçün dövlət artıq kəndlilərə pul ayıracaqdı. 1870-də ayırmır, amma 1913-cü ildə isə dövlət kəndlilərə özü pul ayırmış olacaq ki, getsin həmin torpağı alıb özəlləşdirsin. Aydındır mı? Burada cədvəldə gördüyünüz kimi 70-ci, 47-70-ci oxşar və fərqli cəhətlər var. Cədvəldə oxuyanda baxacaqsınız. Burada fərqini də biraz evvel dediyimiz Rusiyadakı 70-ci islahat, Azərbaycan 70-ci islahatının Rusiyada 1861-dən fərqli cəhəti. Dövlət kəndlilərinə aid edilmirdi. Dövlət Azərbaycanda kəndlilərə maddi yardım etmirdi və Azərbaycandakı həmin məbləğin Rusiyadakindən qat-qat çox olmasıdır. Məhdud cəhətlər nə oldu? İslahat sadəcə sahibkar kəndlisinə aid idi. İslahat sadəcə sahibkar kəndlisinə aid idi, yəni dövlət kəndlilərə kənarda qalmışdı. Dövlət maddi yardım göstərməmişdi. Bəzi kəndlər əvvəlki qaydada vergi mükəlləfiyyət ödəməyə davam edirlər sahibkarlarına və islahatın keçirilməsi çox ləng gedirdi Azərbaycanda. Aha, açdım. Deməli, məhdud cəhətlər nədir? İslahatın məhdud cəhətləri nədir? Məhdud cəhətlərini saydım. Bəs əhəmiyyəti nədir? Kəndlilər rəsmi olaraq feodal asılından azad olundu və biar ləğv edildi. Bu müsbət tərəfi idi. Torpaq alqı-satqı obyektinə çevrildi. Bu isə nəyə səbəb olur? Ölkədə kapitalist münasibətlərinin inkişaf etməsi səbəb olmuşdu. Bəzi qrup kəndlilər qolçomaqlara çevrildi. Və ümumiyyətlə ki, muzlu əməyin tətbiq edilməsi ilə də kəndlərdə kapitalist münasibətlər inkişafına nə idi? Müsbət yol açmış oldu. Və bu xüsusiyyətlərinə görə də, bu xüsusiyyətlər 1870-ci islahatı burjua xarakteri daşıyırdı. Bu xüsusiyyətlərinə görə burjua xarakteri daşıyır. Yəni artıq kapitalist xüsusiyyəti daşıyan nə idi? İslahatı idi bu. Aydındır müşahidələr? Baxaq, bura qədər kifayət edər. Çünki